Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli televiziya tamaşaçıları, axşamınız xeyir olsun. Bugün də dəyərli ustadlardan birini dəvət eləmişik Mərifət Çeşməsi verilişinə. Cənab Hüccətül İslam və Müslimin Ustad Eldar Əl-Hüseynzadə bugünkü verilişimizin qonağıdır. Ustad, siz də salamlayırıq, axşamınız xeyir olsun. Çox xoş gəlmişsiniz verilişimizə. Aleykümselam Azər müəllim. Mən də sizi həmçinin hörmətli tamaşaçıları salamlayıram. Allaha həmd və şükür edirəm ki, bu mübarək gecənin verilişində çıxış etməyi bu kiçik bəndəsinə nəsib etdi və təbrik deyirəm bu müqəddəs gecəni və böyük bayramı ilk növbədə İmam Zaman Əleyhisselamın öz huzuruna və həmçinin bu həzrətin müntəzirlərinə, bu ağanı gözləyənlərə, bütün Azərbaycan xalqına bayramınız mübarək olsun, böyük bayramdır. İnşallah söhbətlərimizdə bu gecənin və sabahki günün əhəmiyyətindən söhbət edəcək. İnşallah. Verilişimizin mövzusu ilə İmam Zaman ağanın özü ilə bağlıdır. Təbii ki, böyük qeybət dövründə yaşayırıq. Elə əzəldən bir sıra şübhələr, iradlar İmam Zaman ağa haqqında ortaya qoyublar və bu şübhələrə yerində də bizim alimlərimiz cavab verilib. Və bu şübhələr, bu iradlar səbəb olub ki, bir çox insanların əqidəsində, imanında süslük və zəiflik əmələ gəlsin. Elə mövzumuz bununla bağlıdır ki, necə eləyək əqidəmizi İmam Zaman ağaya qarşı möhkəmlədək, gücləndirək. Buyuruz. Bismillahirrahmanirrahim. Allahümme kullu melikal hüccet ibn Hasan salavatka aleyhi ve ala abai fi hadihi sa'a ve fi kulli sa'a veliyen ve hafiden ve qaiden ve nasiran ve dalilen ve ayna hatta tuskinahu ardaka tav'a ve tumatti'ahu fiha tabila. Allah inşallah İmam Zaman ağanın vücudun sağlam etsin və zühurun acil etsin və bizi o həzrətin həqiqi intizarında olan şiələrindən qərar versin. Şübhəsiz bu veriliş bir neçə gün ərzində İmam Zaman Əleyhisselam barədə söhbət ediləcək və bundan öncə də çox ehtimal ki, bir neçə gündür canlı veriliş yenidən başlayıb. Bu barədə ola bilsin danışıblar. Mən çox xüsusilə Mövlud barəsində danışmayacağam. Yəni, onun tarixi hadisələri barədə danışmayacağam. Xüsusilə söhbətimizi yönəldirik və fokuslayırıq nəyə? İmam Zaman Əleyhisselamın vücuduna bir imam kimi əqidəmizi necə edək ki, möhkəm olsun. Və Azər müəllim söhbətində buyurdu ki, uzun müddət, 14 əsr təxminən bu həzrətin doğumundan keçib, amma bizim əqidəmiz budur ki, o həzrət diridir, yaşayır və imamlığını da edir. Şübhəsiz bir sıra şübhələr var ki, o həzrət necə bu 14 əsrdir, 13 əsr nə qədər yaşayır və nə şəkildə yaşayır. Övladları var, yoxdur, başqa bir qitədə yaşayır, başqa bir planetdə yaşayır, bu aləmdə yaşayır. Qeybətin mənası nədir və nə üçün ümumiyyətlə qeybətdədir, nə üçün zühur etmir? Müxtəlif suallar var və bu arada əlhamdülillah ki, şiələr arasında Məhdəviyyət məktəbi, Məhdəviyyət universitetlərdə vardır. Burada məqalələr, çıxışlar, dərsliklər və şübhələrə cavablar verilir. Əlhamdülillah ki, azdan çoxdan Azərbaycan xalqı da İmam Zaman Əleyhisselamın barəsində mərifətləri və marifləri vardır. İnşallah verilişimizin vaxtı icazə verdiyi qədər bu mühüm mövzu barədə söhbət edəcək. Hicrətin 255-ci ilində Samira şəhərində dünyaya göz açıbdır. 12-ci imam kimi Allahın vədəsi, haqq vədəsi yerini tutubdur.
və necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm və digər imamlar bunu bizə qabaqcadan xəbər vermişdi Həzrətinin ki, qeybəti olacaqdır. Bir qeybəti, suğra qeybəti deyirlər, kiçik qeybət. Kiçik, yəni onun müddətinə görə kiçik qeybətdir. Yəni pərdə arxasında olacaq. Bir növ bizim gözümüzdən kənarda, yəni biz onu tanımayacaq və yaxud gözümüzdən kənar olacaq. Dedim, bunlara ayrı bəhslərdir. Vəkillər vasitəsilə. Vəkillər vasitəsilə əhsən. Əlaqələr olacaq, xüsusi vəkillər vasitəsilə. O dövrdə 4 vəkil olubdur. Osman ibn Səid və Muhammed ibn Osman, Hüseyin ibn Ruh və Ali ibn Muhammed ki, bu 4 xas naib olubdur. İmam Zaman əleyhissalam özü bunları təyin edibdir və bunlar hərəsi də öz növbəsində 69 il ərzində ki, bu kiçik qeybət dövrü idi. Sonda Ali ibn Muhammed də elan edir ki, artıq mən dünyadan köçürəm, bundan sonra İmam Zaman əleyhissalamla əlaqə yoxdur və neçə sual olunur ki, bəs bundan sonra İmam Zaman əleyhissalamdan sonra biz ki, siz əzizlərin vasitəsilə imamla əlaqə saxlayırdıq. Necə biz əlaqə saxlayaq? İmam və neçə sual olur, onlardan biri də budur. Bu zaman İmam Zaman əleyhissalam cavab verir ki, وَأَمَّا الْحَوَادِثُ الْوَاقِعَةِ فَارْجِعُوا إِلَى رُوَاةِ حَدِيثِنَا فَإِنَّهُمْ حُجَّتِي وَأَنَا حُجَّةُ اللّٰهِ عَلَيْكُمْ. Məndən sonra mənim hədisimə arif olanlara müraciət edin ki, məqsədi fəqihlərdir. Bunda ayrıca öz bəhsi var, müştehidlərdir. Məndən sonra müəyyən xüsusiyyətləri malikdir və mən onların höccətiyəm. Onlar da mənim höccətimdir sizin üzərinizdə. Yəni onların sözü mənim sözümdür, mənim də sözüm Allahın sözüdür. Və raddu aleyna, ya bu hədis ya başqa hədisdə, bəli, onları inkar edən məni inkar edib, məni inkar edən Allahı inkar edib. Bu şəkildə imamı naib olaraq İslam fəqihlərini, İslam müştehidlərini təyin edir öz yerinə ki, hər kəs də o şərtlərə malikdirsə olur İmam Zaman əleyhissalamın ümumi bir naibi. Bu da bir elmi və fiqhi ayrıca bir bəhsdir. Amma necə, gələk sualın üzərinə, necə edək ki, İmam Zaman əleyhissalama bizim əqidəmiz var, amma bu əqidəmiz möhkəmlənsin. Bildiyiniz kimi, insan, bəli, görmədiyinə, hiss etmədiyinə inana bilmir demək düz deyil. Çətin inanır. İnansa da müəyyən mərhələdə inanır. İnamın özünün nəyi vardır? Mərhələlər vardır. Ümumiyyətlə, inanmağın, yəni inam, etiqadın kiçik mərhələsi ehtimaldır, sonra şəkdir, sonra zənn və gümandır, sonra qət'dir, qət'in mərhələləri var. Bəli, yəqindir, yəqinin özündə mərhələləri var ki, ilmul yəqin və eynul yəqin və haqqul yəqin. Bunlar hamısı etiqadın mərhələlərdir. Belə deyil ki, mən inanıramsa, yəni Peyğəmbərin Allaha inandığı ilə, Həzrəti Əleyhisselamın Allaha olan inamı ilə mənim Allaha olan inamım bir olsun. Xeyr, belə deyil. Ona görə də bəli, Həzrəti İbrahim alə nəbiyyina və aleyhissalam Allahdan istəyir ki, bəli, ərini keyfə tuhyil mevta. Mənə görsət ki, ölüləri necə dirildəcəksən? Həzrəti İbrahim əleyhissalam Allaha deyir. Allah buyurur ki, əfələm tu'min. Həzrəti İbrahimə buyurur ki, məgər imanın yoxdur ki, mən ölüləri dirildəcəm, məad olacaq. Həzrəti İbrahim ərz edir ki, niyə? İmanım var və lakin istəyirəm ki, liyətməinnə qəlbi. İtminan, yəni aramlıq. Yəni o yəqin haləti gəldikdən sonra insana artıq aramlıq olur. Divarın arxasında nəsə var, mən görmürəm. Və mənə argumentlər deyirlər, borxanlar deyirlər, dəlillər deyirlər ki, filan kəs var divarın arxasında. Müəyyən əlamətlər var. Mən də baxıram, görürüm, bəli, düzdür, inanıram. Amma qəlbim hələ aram deyil, o itminan, liyətməinnə qəlbi, qəlbin aramlığı yoxdur. Ağlın aramlığı var, inşallah vaxt olsa söhbət edəcək. Ağıl başqa bir şey deyir, qəlb və ürək başqa bir şeydir. Hər ikisi də inam mərkəzidir, iman mərkəzidir. Amma ağıl insana aramlıq verə bilmir, qəlb insana aramlıq verə bilir. Düzdür, qəlb insana. Məsələn, siz fərz edin ki, bir nəfər öz övladını göndərib xidmətə, müharibədir və amma ağlı ölçülərlə hesablayır ki, xeyr, hələ mənim övladım ağıl buna hökm edir ki, hələ getməyib o ön xəttdə, rahatdır, yeri filan, hər şey normaldır, müəyyən
sübutlarla. Amma nə qədər ki onu görməyib, nə qədər ki səsini eşitməyib, ağıl 100% təsdiq edib. Amma qəlb hələ aram olmayıb. Baxın əzizlərim, bu təkcə bu bəhsə aiddir, ümumi etiqadı bəzilərə aiddir bu. Qəlbin aramlığı müşahidə elədir, hisslədir. Hisslə. Mən əlimi buna vurmasam hiss edə bilmirəm, görməsəm bilmirəm. Görməklədir və hisslədir. Ona görə də çoxları, məsələn, ateistlər metafizikaya inanmırlar, çünki deyirlər ki, biz görmürük Allahı, necə qəbul edək. Bəs o itminan, ona görə Həzrəti İbrahim buyurdu ki, bilirəm, ulul əzm Peyğəmbər, mənə görsə gözümlə görüm, aram olum. Əlbəttə, bəziləri buyururlar. İman gözü də var. Bəli. Bəzən o məcazdan deyir, iman gözü də var, ağlın gözü də var. Bəli, gələcək inşallah o bəhslərə. Bu bir misaldır. Əlbəttə, Əllamə Təbatabai buyurur ki, bu, elə Azər müəllim dediyi, Həzrət İbrahim əleyhissalamdan, yəni normal deyil bu sual ki, istəyirəm inanım. O Peyğəmbərdir. Bu keyfiyyətin soru, keyfiyyət oxuyur orada. Keyfiyyətin soru, formasını istəyirəm görəm. Hər halda. Amma zahiri budur da. Zahiri budur ki, deyir ki, keyfiyyətlə mən istəyirəm indi öz dilimdə deyim. Keyfiyyətlə qəlb aram olmur ki, əsl o prosesin olmağını istəyir qəlbin aram olsun. Hər halda insan, bəli, əl-insanu əduvvu ma cəhilu. Bu şeylər cahildir, görmür, bilmir, ona düşməndir. İstəyir onu bilsin. Bəs müşahidə lazımdır, görmək lazımdır aramlıq üçün. Və İmam Zaman əleyhissalamı da əsl vücuduna bu günləri o aramlığı, o nəhayət aramlığı, yəqini, indi o ibarətdə Quran-ı Kərimdə itminan gəlib. İndi itminan ərəb fars dilində adətən hal-hazırda hətta yəqindən aşağı hesablanır. Məsələn, 90%, 95%. Azərbaycanla xatircəmlik. Amma o ayədə ehtimalən itminan yəqin mənasındadır. O yəni, ayədə də var, ya yuhənnəfsul mutməinnə irci'i. Yəni aramlıqdır. Aramlıq da əsl mənası aramlıqdır. Çünki xatircəmlikdə bir növ aramlığı var deyə termin olaraq gəlib indi o cür. Quran ədəbiyyatında o həmin yəqin mərtəbəsidir itminan. Və əyyətü ən-nəfsul mutmainnə artıq yəni hər şeydən aramsan da, yəni sən çox rahat gəlirsən mənim yanıma, heç bir zehnin təşvişi yoxdur. Və o aramlıq bəs dediyi müşahidə. İndi müşahidə nə deməkdir? Biz burada İmam Zaman əleyhissalamı görəkmi? Bəli, görək. Söhbət bax buradadır. Biz nə qədər ki İmam Hüseyin əleyhissalamı, İmam Zaman əleyhissalamı üzr istəyirəm, görməmişik, o aramlıq yoxdur. Çoxlarında var axı. Bəzi insanlarda var, görməyə o aramlıq hasil olub onlarda. Yəni bu ümumidirmi? Nə qədər görməmişik aramlıq bizdə hasil olmaz. Yoxsa amma adətən budur yəni. İstisnalar yəni var da şəxslər. Baxın, ola bilsin ki, o siz deyən adamlar görüb, amma qulaq asın əzizlər, söhbət İmam Zaman əleyhissalamı görməkdən də getmir. Tutaq ki, İmam Zaman əleyhissalam bugün gəldi, mən onu gördüm. O görmək, Peyğəmbərin vaxtında Peyğəmbər nə qədər görürdülər? Məgər adi görməyin dəyəri var. Xeyr. Peyğəmbərin vaxtında Peyğəmbərə Əbu Cəhl görürdü, cəhalət edirdi. Əbu Ləhəb görürdü, Peyğəmbərin proqramlarını pozurdu. Peyğəmbər bütün məsumların üstündədir. Bəs boş görmək söhbəti deyil. Deyil, bəli. Bu mən ki deyirəm görmək tamam başqa bir görməkdir. Mümkündür ki, heç vücudun bu cür görməyəsən, amma eyni zamanda görəsən. Hiss eləyəsən onu imanla. Əhsən, hiss eləyəsən. Həyatında İmam Zaman əleyhissalamın vücudunu hiss eləyəsən. İnsan nə qədər ki hiss etməyib, görməyib, ya toxunmayıb, ya əlin vurmayıb, ya ümumiyyətlə hiss üzvləri, o aramlıq yoxdur. Onlar ki buyurursuz, görməyə aramdırlar. Xeyr, onlar görüblər. Yəni onlar hiss ediblər. İmam Hüseyin əleyhissalam Ərəfə duasında nə oxuyur? Əmyət aynun la tərakə. Çordur o gözlər ki səni görmür. Axı İmam Zaman əleyhissalam ki maddə aləmindədir. Allah təbarək və təala bir onun qeybi hüviyyəti var ki, ümumiyyətlə təsəvvürü mahaldır. Necə ola bilir İmam Hüseyin əleyhissalam deyir, çordur o gözlər ki səni görmür. Ya kör olsun o gözlər, iki cür oxumaq olar. Düşünürəm ki çordur deyir və düz də deyir. Allahı görməyən gözlər çordur. Cismi göz deyil. Amma o məqsəd cismi göz deyil. Biz Allahı görmürük, çoruq.
Yəni qəlbimizin, necə ki əzizlərim, insanın bədəninin fiziki cəhətdən həm gözü var, həm iyi bilir, burnu var, həm dad bilir, dadı var, həm eşidir, qulağı var. Bizim ruhumuzun, qəlbimizin tamam olaraq bu üzvlər var. Həzrət Əleyhisselam'dan da bu barədə hədis var. Görmədiyim Tanrıya ibadət etmərəm. Bəli, Bir hədis o ki, mən başqasını deyirəm, onun da var ki, mən vəyhəkə inni la əbudu Rabben ləm ərə. Həzrət Əleyhisselam, Azər müəllimin buyurduğu hədis. Həzrət Əleyhisselam buyurur ki, soruşurlar ki, sən Allahı görübsən, ibadət edirsən. Çünki insan görmədiyini qəbul edə bilmir. Bunun qabağından deyir, bu bir qanundur. Amma elə bilirlər ki, görmək yalnız bu gözlə. Həzrət buyurur ki, vay olsun sənə, ölüm olsun sənə. Mən görmədiyim Allahı ibadət etmərəm. Lakin onu bu başdakı göz görmür, qəlbdəki göz görür. Qəlbin də gözü olur. Və hədis varımızdır, Həzrət Əleyhisselam'dan olmalıdır bu hədis ki, insanın bədənində olan üzvlərin hamısı qəlbdə də var. Qəlbin də gözü var. Siz məgər ruhun, yəni ruhun, məgər yuxuda görmürsünüz, məgər yuxuda iyi bilmirsiniz, məgər yuxuda dad bilmirsiniz, məgər yuxuda eşitmirsiniz. Bəli. Bu ki, ruhun fəaliyyətidir. Bunlar bəs var. Necə ki, sizin ruhunuz gör, bəs İmam Zaman, o görməklərin də özünün mərhələləri var. Bəli. Bəziləri ola bilsin ki, məsələn, həm dediyim kimi, yuxu şəklində görsünlər. Bəziləri ki, əsas mühüm budur, hamımıza lazımdır və mümkündür də ki, hamımız üçün əzət olsun, həyatımızda İmam Zaman Əleyhisselamın varlığını hiss etməkdir. Və elə buna görə də ustad, biz bəzən ariflərin o dəsturlarında, göstərişlərində görürük ki, məsələn, Ayətullah Keşmiri kimi və s. ariflər elə göstəriş verəndə vurğuluyur ki, İmam Zaman ağa ilə ən azı yarım saat və yaxud da bir saat xəlvət ilə onu hiss elətdirin öz həyatınızda. Çox gözəl mətləbə toxundunuz ki, bu səbəblərdən biridir biz. Nə edək ki, İmam Zaman Əleyhisselama həyatımızda hiss edək. Və hiss edəriksə həyatımızda etiqadımız təbii ki, möhkəmlənəcək. Həyatımızda onu hiss ediriksə, misal deyirəm, bir nəfər gəlir qeyri-müsəlman, gəlir İmam Rıza Əleyhisselamın hərəminə, orada övladı şəfa tapır, misal. Və yaxud qeyri-müsəlman yox, adi müsəlman, şiə gedir, düzdür İmam Rıza'ya etiqadı vardı. Artıq o şəfasını tapdıqdan sonra mənə bir klip göndəriblər, bilmirəm, düz olar da nəyə lazımdır ki, deyəsən rəsmi şəbəkədə Azərbaycan ürək həkimlərindən biri deyir ki, bütün doktorların cavab verdiyi, icmalı budur. Bütün həkimlərin cavab verdiyi bir şəxs ki, artıq bunun ürəyi deyəsən ürəyi düzəlməyəcək, ya əməliyyat olmalıdır, ya hətta əməliyyata da, ya problem var imiş, əməliyyat olmalıymış, əməliyyat olmasaymış, yeriyə bilməyəcəkmiş və müəyyən bir proseslər yetsin, əməliyyat olsun, o da mümkün olmayıb, icmalı bundan ibarətdir. Bu həkim deyir ki, mən axırda təvəssül edim İmam Hüseyin Əleyhisselama. Və bu şəfa tapdı. Bütün həkimlərin gözünün qabağında durdu, ayağı üstə yeridir. Bunun birdən Azərbaycanlı normal bir həkim, yəni o həddə ki, sosial şəbəkələrdə mənim əlimə çatdı, bilməm, bəlkə tamaşaçılarımız da görüb ki. İndi siz təsəvvürləyin, bu düzdürsə inşallah düzdür. Bunun danışdığı, bu klip düzdür. O həkimin inamı İmam Hüseyin Əleyhisselama nə qədər olacaq? Çünki İmam Hüseyin Əleyhisselamın hiss etdiyi həyatını, onun vücudunu həyatında, elədir. Bu bir mətləb. İkincisi budur ki, əzizlərim, ümumiyyətlə, istər İmam Zaman Əleyhisselam olsun, istər digər etiqadi məsələlərə, iman özü neçə cürdür? Biri kiçik imandır. Allaha da iman bu cürdür. Məsələn, bir dənə kəlmə-i şəhadətlə insan müsəlman olur. Buna deyirlər İslam-ı əsğər. Ya biz iman deyək, əlbəttə çox fərq edir. Əsğər İslamla, əsğər imanın arasında da çox fərq var. Bunlar artıq bəhsimizdən xaricdir. Mən də iman, İslam burada bir təsəvvür edirəm. Kiçik inam deyək, kiçik inam. Atalarımız, babalarımız, nə bilim, uşaqlarımız eşidiblər, böyüyüblər, inanıblar. İnanıblar, ha nəinki təqlid, yox, inanıblar. Görüblər ki, məsələn, inanmaq üçün ki, neçə cür, bəziləri bu cür inanır. Baxır, görür ki, bu aqil insanlar necə olur? Bu Əli Sina kimi, Molla Sədra kimi, İmam Xümeyni kimi, Ayətullah Qazi kimi, filan kəsin atası kimi alimlər buna inanıbsa, deməli bu düzdür, bunlar aqil insanlardır və bu yolla inanır. Axı inamın da ki, hər bir şeydən inam ola bilər də, elmi və dəlil, əqli arqumentlərdən də iman yarana bilər.
Və adi bir möcüzədən də iman yarana bilər. Adi bir alimin etdiyi rəftar. Bəzən görürsən, heç elmi yoxdur. Avam bir şəxsdir. Amma böyük bir alimin namazda olan bir əməli ona yəqin gətirir ki, bu iş müstəhəbdir ki, bu adam eləyir burada. Bəli. Bu da olabilir. Buna deyirlər kiçik iman. Və bu iman elə də dəyəri yoxdur. Baxmayaraq ki, fiqhi baxımdan qəbul olunur. Amma ona görə bəzi hədislərdə müsəlmanlara kafir deyir, var, yoxdur. Riyakara deyir, kafirdir. Hədisi tərk edilənə deyir, kafirdir, var. Burada bir elmi bəhs var ki, bu iman küfrlə cəm olur, bu dediyim iman. Amma küfrün də özünün mərtəbələri var. Bu insan həm kafirdir, həm müsəlmandır. Müsəlmandır, yəni paçdır və evlənmək ondan caizdir, zəbihəsi, kəsdiyi heyvan paçdır və. Amma digər imanı bilmir ki, bir şəxs Allahını tanımır, o mərhələdə Allahın imanı yoxdursa, sən ona bir şeylər desin onu. Həzrət Salmanın barəsində nə deyirlər? Əbu Zər əgər bilsəydi Salmanın qəlbindən Allah barədə nə keçir? Ləqətələhu və kəffərəhu. Əbu Zər gələrdi Salmanı təşvir edib öldürərdi. Bilmir onu. O ona nisbət xəbəri yoxdur, cahildir. Etiqadı yoxdur, etiqadı olmayan ki, görmədi ki, o mərhələdə Allahı tanımırsa, yəni o mərhələdə olan Allaha küfrü var. Amma bu küfr o demək deyir ki, əzab olacaq. Mərtəbə, bu terminlərdir bunlar. Yaxşı. İmam Zamana da belədir. Və bir mərtəbə də, Azər müəllim, iman artıq burada böyük imandır. Kəbir imandır. Yəni böyük. Bu nə zaman olur? Bu o zaman olur ki, bu insan alimdir. Elmi, əqli, fəlsəfi argumentlərlə Allahını tapıb, heç bir elmi şübhədə bunun istidlalına, bürhanına, argumentinə daxil deyil. Cavab verir. Və kifayətdir o ki, qiyamətin günü əgər bildiyini əməlləməsə, Allah onu cəzalandırsın. Ona höccətdir. Bu qədər bizim üçün bəsdir, bəli. Yəni, bu qədər dəyərdimizə dəyər çox böyük bir şeydir, bəli. Amma inanır. Əzizlər, ən azı bu olmalıdır. İmam Zaman əleyhissalamın, baxın, xahiş edirəm, deyir, sualımız budur. Necə imanımızı İmam Zaman əleyhissalamın vücuduna ki, 255-də olub və hal-hazırda diridir və gələcəkdə zühur edəcək, bu üç məsələyə necə inamımızı artıraq? Azərbaycanda məsələn 10 milyon əhali var, deyək onun məsələn müəyyən qədər uşaqdır. Onlar ki, başa düşürlər, İmam Zaman əleyhissalamı da deyək, qəbul edirlər. Əksəriyyəti bu əsğər imandandır, səğir imandandır, kiçik imandandır, əksəriyyət. Ona görə də Azər müəllim, insanlar səhvə düşürlər. Tez bu şəxslər vəhabi də ola bilirlər, bilmirlər. Yəmani təriqətinə uğraya bilirlər, uğraya bilmirlər. Budizm də ola bilirlər bu insan. Çünki bunlar yalnız qeyri-əqli və qeyri-məntiqi yolla inanıblar, təqlidi qoyuram kənara. Bəzilər təqlid edir, çox batildir, o iman deyil. Və ustad, bütün dinlərdə bu var ki, insanların fitrətində var ki, yəni sonda bir nicat verən gələcək. Bəli, bütün dinlərdə bu var. Bəli, o kifayət etmir. O əvvəla argumentdir, fitri argumentdir, düzdür. Fitri bir dəlildir, hər halda argument desə də deməsə. Sadəcə olaraq Misdaqda bəlkə də səhvə yol verirlər. Misdaqda da səhvə yol verə bilər, amma o demək deyil ki, bir nəfərin ki, fitrətində var, o həyata da keçir. Ondan qabaq bütün insanların fitrətində nə var? Allahın vücudu. Nə qədər kafir var dünyada Allahın. Yəni fitrətdə olmaq o demək deyir ki, lüzumən bunu da qəbul etsinlər. Fitrətdə var. Və intizarları var, nəyəsə gözləyirlər, nəyəsə. O fitrətdir. O fitrət, yəni boş fitrətdə olmaq zahirə büruz vermirsə, o elə də faydası yoxdur. Bunu istəyirəm deyəm ki, ən azı, onlar qayda bilər. Onlar məsələn, bir şəxs Azər müəllimə görə və Eldara görə iman gətirib və inanıb, yenə də deyirəm, bəziləri var təqlid, bəli, mənim atam belə edirdi məndə, o təqlid batildir, bütpərəslərə deyirdi ki, ata səhv edirdi. Yəni, gedin, dəlil tapın. Yox, təqliddir. Amma xeyr, bir nəfər inanıb
Azər müəllimin rəftarına baxıb və onun ağlına etimad edib və inanıb, yəqin də hazır. Kiçik bir səhv gördükdə Azər müəllimdə o imanı əldən gedə bilər. Ona görə buna işarə edir Quran-ı Kərim ki, gəlirlər bir sıra Peyğəmbərə deyirlər ki, biz iman gəlmişik, Peyğəmbər də xeyr. Qalətlə ə'rabu amənna. Bəli. Bir sıra ərəblərdən dedilər ki, bu çöldə yaşayan ərəblərdən gəlmişlər, təzə müsəlman olmuşlar. Peyğəmbərə istədilər ki, minnət qoysunlar ki, biz iman gətirmişik filan. Allah vəhy göndərdi. Buyurdu ki, qul onlar üçün deyil. Əslamla. Bəli. Deməyin ki, iman gətirin. Və lakin qulu əslam. Müsəlman olmuşuq, təslim olmuşuq Peyğəmbərə. Və ləmma yədxulil iman fi qulubikum. İmanın yeri haradır? Qəlb. Qəlbdir. İslamın yeri mümkündür baş olsun, beyin olsun. İmanın, əlbəttə mən ki, işarə edirəm, bu əsl bu baş, beyin və qəlb məqsəd bunlar deyil. İşarə edirəm. İmanın yeri qəlbdir. O aramlıq olmalıdır. O hələ sizin qəlbinizə hopmayıb. Və ləmma yədxulil iman fi qulubikum. O birincisi kiçik imandır ki, yəni kəlmə-i şəhadət deyib. İnanıb da Peyğəmbərdən bir möcüzə görüb, məsələn deyə inanıb. Amma o hələ oturmayıb qəlbə. Qəlb aram olmayıb. Ona görə də həmin bu deyənlər Peyğəmbərin vəfatından sonra dindən çıxdılar, mürtədd oldular. Çoxları mürtədd oldular. İrtəddən nas bə'dən Nəbi sallallahu əleyhi və səlləm. Peyğəmbərdən sonra mürtədd oldular. Həzrət bu ikincisi, amma bu ona görə də müxtəlif, nə bilim, cürbəcür, hətta şiənin təəssüflər olsun içində bu günləri Qur'anilər, Məhdicilər, Yəmanilər filanlar adamın başı dağılır eşidəndə ki, nə üçün Azərbaycan, nə üçün bu vəziyyətə düşdün sən? Nə qədər xəyanətlər oldu, nə qədər elm, necə deyərlər, məzhəbi hücumlar oldu. Əlbəttə, günahın bir hissəsi də özümüzdədir. Niyə öyrənmədik, niyə öyrətmədik, niyə sadə löv olduq? Ona görə ikinci mərhələsi ən az lazımdır. Bunları əzizlər, əgər İmam Zaman əleyhissalam əqidəniz var, bu əqidəni elmi argumentlərlə möhkəmləndirin. Ki, həm öz şübhələrinizə cavab verə biləsiniz və həm düşmənin şübhəsinə cavab, rəqibin, müxalifin şübhəsinə cavab verəsiniz. Allah'a inanmaqda da budur. Nübüvvətə inanmaqda da budur proses və məada inanmaqda da budur. Elmi argumentlərə dolu olmalıyıq. Amma üçüncü mərhələ ki, iman-ol əkbərdir. Yəni, daha böyük iman. İslam-ol əkbər. Daha böyük İslam. Müvəqqəti iman deyil də, müvəkkət imandır. Həm müvəqqəti, bu argumentli imandır, argumentlərlə gələn iman da müvəqqəti deyil. Ola bilsin ki, çoxlarımız bu cürü, yəni biz bu dəqiq İmam Zamanı həm vücuduna, həm zuhuruna, həm təvəllüdünə dəlil gətirək. Amma qəlb aram deyil. Qəlb aram deyil. Aram olmadığı üçün, yəni qiyamətin günündə deyəcəklər, nə üçün qəlbin aram deyil? Xeyr, həmin kifayətdir qiyamətin günü üçün. Amma insan üçün kifayətdir, xeyr. İnsanın həyatı üçün kifayətdir, xeyr. Yəni burada bunu deyirdim. Ağıl sabit edib özü üçün ki, iman var. Amma qəlb hələ sabit edilmir. Çünki qəlbdə sübut deyil, qəlb dəlil bilmir. Hissiyyat məsələsi. Qəlb görməlidir. Ona görə qəlbin inamı başqa bir şeydir. Qəlb görməlidir. Qəlb hiss etməlidir. Qəlb müşahidə etməlidir. İndi müşahidə bir var ki, gözlə müşahidə edirsən. O bir başqa məsələ dedim, o gözlə müşahidə etmək hətta kifayət də etmir ki, Peyğəmbər nə qədərləri gözlə müşahidə etdi. Ona görə əsl İmam Zaman əleyhissalamı qəlblə müşahidə etmək mühümdür. Peyğəmbəri ki, bir sıra Salman da gözü ilə görürdü, Əbu Zər də gözü ilə görürdü, Əbu Cəhl də gözü ilə görürdü. Əbu Cəhlin görməyin heç bir faydası olmadı, zərəri oldu. Əbu Zərin görməklə Salmanın görməyi də fərqli oldu. Çünki onlar başqa cür, hər biri bir cür hiss etdi İmam Peyğəmbər həyatında. Ona görə fərqlidir, iman fərqlidir. Və həmin yəqinin mərhələləri fərqlidir ki, deyilmi, elm və eyni və haqqul yəqin ki, üç mərhələdir. Bizim o bəzi hədislərimizdə var, axır zamanda olan şiələrin məqamı o zamanda olan şiələrin çox üstün olur. Nə üçün? Onlar görmədiyi şeylərə... Əhsən. Görməyə, yəni onlar artıq bunu açıblar. Ona görə də, mən istəyirəm deyəm, bu hədis hamıya da aiddir. Çox qürrələnməyək. Hamıya da aiddir.
Xas şiələrə. Xas şiələrə aiddir və dedim, təhlil etdiyim kimi, ola bilsin ki, elə mən də o şəxslərdən olsaydım, çünki Peyğəmbərin də vaxtında var idi, insan bu gözlə görürdü də. Bəli. Və bu gün və yaxud İmam Zaman gəlsin, heç bir məndə fərqi yoxdur. Həyatda hiss etmək, məiyyət, bilmirəm sizləydim ya, yox, İmam Hüseyin əleyhissalam. Ola bilsin İmam Hüseyin əleyhissalamın yanında bir sıraları İmam Hüseyin əleyhissalamı gördülər, amma məiyyətləri olmadı. İmam Hüseyin əleyhissalam bir olmadılar. Cəmi neçə nəfər oldu? 72 nəfər tarixin, məşhur tarixin dediyinə görə. Bəli. Amma bir sıralar var, indi, bugün İmam Hüseyin əleyhissalamla məiyyətdədirlər. Ona görə də ziyarət aşırıda bizi tövsiyə olmuş, nə oxuyuruq? Bizi o şəxslərlə etki İmam Hüseyinlə idi. Biz necə hiss edək İmam Zaman əleyhissalam? Azər müəllim bəzilərinə toxundu. Əzizlər, hədis varımızdır. İnnə fi əyyam-ı dəhrikum nəfəhat. Əla fətəhərrədu əleyha. Həyatınızda bir sıra nəsimlər var. Həmişə də olmur. Bu nəsim iki cürdür. Bir nəsim vardır ki, məsələn, Şaban ayı özü bir nəsimdir, bir mənəvi yeldir. Bu nəsimdən məqsədimiz budur ki, dəyir məsələn torpağa, oranı abad edir. O, nə bilim, çəmən çıxardır və gül çıxardır. Bu nəsimdir. Dirildir, yəni ehya edən dirildən. Və bu mənəvi nəsimlər ölmüş qəlbləri dirildir. Buyurur ki, qəlbinizi verin o nəsimin qabağında. Rəcəb ayı da keçdi və Şəban ayı da hal-hazırda bu aydıq və Ramazan ayı qarşıda gələcək. Bir nəsimlər də var ki, insanın şəxsi həyatında olan nəsimdir. Ola bilsin bu günləri, Şəban ayının 15-ci gecəsi ki, bu gecədir İmam Zaman əleyhissalamın təvəllüd gecəsidir. Bir sıralarına bu nəsim əsir, yəni Şəbana görə yox, müəyyən şəraitə görə hazırdılar bu gecəni ibadət etsinlər, bu gecəni ehya saxlasınlar. Bir olur insanda bəzən istəyir ibadət etsin. Onu qənimət bilin və oradan yapışın. O nəsimdən yapışın. Məsələn, görürsünüz ki, hiss edirsiniz ki, İmam Zamana eşqiniz ən azı istəyir olsun. Bunu özünüz üçün tutacaq edin, gedin İmam Zaman əleyhissalama təvəssül edin. Azər müəllimin də söhbətində var idi, bir sıra, yəni gətirin həyatınıza. Nə ilə? Əsl bu ki, inandınız, indi deyək müəyyən argumentlərlə, o argumentə əsasən İmam Zamana tez-tez təvəssül edin. Onlardan biri ki, mən istəsəm birini deyəm, əgər heç birini etməsə insan, birini desin, mən də dəfələrlə bu verilişlərlə, bu studiyadan demişəm, duasını sübhlər mütləq oxuyun. Əhd duasının barəsində vardır ki, əhd duasının var, hər kəs 40 gün o hədis, baxın məfatihdə də var, 40 gün bunu oxusa Allah da barək və təala, mən öz dilimdə deyirəm, İmam Zaman əleyhissalamın görüşünü onu nəsib edər. İndi bu görüşdən mən məqsədim yenə də bu deyil ki, gəlsin sizin evinizə qonaq gəlsin. Bunlar yəni məqsəd deyil. Əgər hətta var ki, ömründə müvəffəq olmasa bu neymətə, Allah İmam Zuhur edəndə bunu nə edər? Rəcət etdirər, qaytırar. Çox ki, hətta deyirlər, ustad, insan özü yaxşı olsa, fikri, zehni, niyyəti, əməli yaxşı olsa, İmam gələr. İstər belə o gələrin məsələsən, bu deyim də var. Vaxtımızı heyf də, yox, söhbət çoxdur. Yəni, burada nə qədər baxın, bura İmam Zaman əleyhissalamın güzgüsüdür. Misalla qutarım söhbətimi. Bəs dedim, əhd duası yadınızdan çıxmasın, əhd duası. Hər gün, ən azı 40 gün imtihan edin. Qoyun İmam Zaman əleyhissalam gəlsin sizin həyatınıza. Həyatınıza gəlmək, bu demək, həyatınıza gələcək, nəinki həyatınıza. Həyatınıza, bu mühümdür. Bu ki, imam buyurub, ya kiminsə mükaşifəsində filan da, yaxud tövsiyə edirlər ki, siz özünüzü düzəldin və mən gələrəm. Məqsəd bu deyil ki, mən gəlib evvə gələrəm. Yəni, mən sənin həyatında olaram. Sən nəzər eləyərəm. Nəzər edirəm. Sən məni hiss edərsən. Bu qəlbin gözü ilə məni görərsən. Çox gözəl. Və bu misalı vururam ki, güzgü İmam Zaman əleyhissalamı görmək üçün bizim qəlbimiz güzgüdür. Nə qədər çirkin olsa ora düşməyəcək. Bunu təmizləmək lazımdır. Çox gözəl. Günahlardan və ağır dəlişdən. Allah razı olsun, minnətdarlığımızı bildiririk gözəl sözlərinizə görə.